ölüm anı. Qur'ana baxdıqda biz görürük ki, ruhun bədəndən çıxması haqqında 3 növlü ayələr var. Ayələrin birinci növü canın alınmasını Allaha, ikinci növ ayələrdə Mələkul Mövt, daha məşhur olan ləqəbi Əzrail adlı mələyə həvalə olunduğu, üçüncü növ ayələrdə isə mələklərə ad çəkilmədən ümumi olaraq mələklərə aid olduğu deyilir. Bəzən görürsən ki, naşı və yaxud da Qur'ana qarşı münasibəti yaxşı olmayan insanlar bu kimi ayələri oradan çıxarıb, güya Qur'anda ziddiyyət vardır deyə paylaşımlar edirlər və s. Amma məsələnin mahiyyətinə baxdıqda biz görürük ki, burada heç bir ziddiyyətdən söhbət gedə bilməz. Allaha aid olan ayədə ümumiyyətlə canı alan da Allahdır, canı verən də Allahdır. Bəyəm Allahın izni olmadan Həzrət Əzrail əleyhissalam can ala bilərmi? Əsla. Və hədis mənbələri ilə məsələyə diqqət etdikdə biz görürük ki, bəzi rəvayətlərdə belə nəql olunur ki, Əzrail əleyhissalamın sağ tərəfində möminlərin canlarını alacaq mələklər qərar tutublar, sol tərəfində isə cəhənnəm əhlinin, kafirlərin canlarını alacaq mələklər qərar tutublar. Kimin canını almaq lazımdırsa, Əzrail əleyhissalamın göstərişi ilə xəbər Əzrailə gəlir. Bir rəvayətdə deyilir ki, bütün insanların, bütün canlıların adları bir lövhə şəklində Əzrail əleyhissalamın önündədir. Əzrail əleyhissalam orada kimin canının alınmasının lazım olduğunu həmin adın oradan silinməsi vasitəsi ilə bilir. Bəzən özü, bəzən sağ və bəzən də qeyd etdiyimiz kimi sol cinahında olan mələkləri göndərməklə o canlıların canını almış olur. Qur'anda da və'n-nazi'ati nəz'a, and olsun ruhu bədəndən sıyırıb çıxaranlara, canı alanlara deyə ayələr vardır. Bu ayələr də göstərir ki, Əzrail can almaq məsələsində tək deyil. Sadəcə olaraq o, sadə şəkildə desək, sərkərdə təyin edilib orduya, can alanlar ordusuna, can alanlara müvəkkil olan mələklər ordusuna. Əgər belə demək, belə ifadə eləmək mümkündürsə, fikrimizi sadə şəkildə belə ifadə edək.